Hər kəsə salam, mən Sənəm Tağzadə. Bu ilk tanıtım videom olacaq. İstəyirəm ki, bundan sonra YouTube videoları ilə davam eləyək. Düzdür, Instagram videolarına da davam eləyəcəm, amma məsləhət xarakterli, öz təcrübələrimə əsasən olan videoları artıq YouTube üzərindən davam elətdirməyi daha məqsədə də uyğun gördüm. Deməli, mən Sənəm Tağzadə 2006-cı il təvəllüdlüyəm. 2024-cü ildə ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media ixtisasına daxil olmuşam. Çoxlu suallar gəlir. Bu ixtisasımı istəyirdiniz? Bu ixtisas haqqında əvvəlcə məlumatım var idimi? Tipli suallar gəlir. Əvvəla onu deyim ki, bu YouTube videomda hər şey səmimi şəkildə olacaq. Ona görə heç bir yalan olmadan hamısını düz bir şəkildə danışacağam. Çünki hər bir tələbənin tərəddüdü olur. Onlar da real şəkildə olan təcrübələrə ehtiyacları var ki, onlara da doğru yolu göstərə bilək. Eyni zamanda mən də sizdən çox şey öyrənirəm. Deməli, mənim əsas istəyim hüquq fakültəsinə daxil olmaq idi. Əslində universitet olaraq fərq eləmirdi mənə, hansı universitet olur olsun. Deyirdim ki, mən hüquqşünas olmaq istəyirəm, amma normal olaraq 16-17 yaşda bəzən qərar verdiyimiz ixtisaslar və yaxud da qərarlarımız düzgün olmaya bilər. Bəzən düşünə bilərik ki, biz bu ixtisasa aidik, yaxud da bu universitetdə təhsil almalıyıq, amma sonradan qərarlarımızın dəyişdiyini, istəklərimizin, arzularımızın fərqli olduğunu görürük. Mən əslində axıra qədər hüquq istəyirdim və hətta sonradan əslində mən yüksək bir bal toplayacağımı planlayırdım. Ən azından 610 hədəfləmişdim, amma mən 572 bal topladım. Buraxılışdan 270 bal, blokdan da 302 bal topladım. Əslində birinci blok imtahanım belə 280 idi. Sonradan 22 bal artırdım. Müəllim dəyişikliyi oldu falan. Bunun haqqında da digər videolarımda daha ətraflı danışacağam. Deməli, bunu demək istəyirəm ki, həyatda hər şey dəyişə bilir. Mən hüquq fakültəsindən sonra yazacaq bir şey də tapırdım əslində. Çünki o qədər fokuslanmışdım ki ona. Deyirdim ki, mən nə yazacağam? Müəllim olmaq istəmirdim. Sadəcə alternativ kimi yazmaq istəyirdim. Yəni istəyim o deyildi. Amma sonradan Kommunikasiya və Rəqəmsal Media ixtisasında araşdırmışdım. İxtisas seçiminə az qalmış bir müddətdə və düşündüm ki, hüquqdan sonra istəyəcəyim bir ixtisas varsa, bu da media ola bilər. İndi media nədir falandır. Bu haqqda da davamlı olaraq videolar çəkəndə bütün suallarınıza cavab tapacaqsınız videolarımda. Nəysə, medianı da yazdım. Dövlət və ictimai münasibətləri heç istəmirdim. Yaxın görmürdüm o xarakterimə falan da. Xarakter qalsın bir qırağa, içimdən gəlmirdi. Amma beynəlxalq münasibətlər olsaydı istəyərdim, amma alt qrupa vermədim coğrafiyadan. Nəysə, yəni qəbul olma prosesimin fraqmanı qısa şəkildə belə idi. Bu videoda sizə çatdırmaq istəyəcəyim əsas fikir özümü tanıtdırmaqdır. Bəzən soruşurdunuz ki, İMİNli hüququ istəyirdin, yoxsa media mı istəyirdin, media haqqında hardan məlumat topladın falan. Daha sonra danışmaq istəyəcəyim mövzular universitetə girəndə çox stres çəkdim. Hətta çox kilo da aldım, elədim. Kökəlmişdim bayağı stressdən. Onu demək istəyirəm ki, heç birinə dəyməz. Həyat hər zaman axarında gəlir və özü müəyyənləşdirir ki, sizə hara aparmaq lazımdır. Təbii ki də çalışmağınızla bunu aparır, müəyyənləşdirir. Bəzi uğursuzluqlar olur həyatda. Düşünürsünüz ki, hə, burada da bitdi, amma bitdi dediyiniz anda görərsiniz ki, ən gözəl başlanğıclar başlayır. Məndə də məhz belə oldu. ADA Universitetinə qəbul olmağım mənim üçün həyatımın ən böyük uğurlarından biridir. Nə qədər desələr ki, tələbə adını qazanmaq, universitetə girmək uğur deyil, amma böyük bir uğurdur. Yəni, valideynlərimin etimadını bir də doğrultmuş oldum. ADA kimi bir universitetdə oxumaq böyük bir şansdır. Çox təcrübələr əldə elədim. Bunlar haqqında da danışacağam hər birindən. Yəni demək istəyirəm ki, heç bir şeyə məyus olmayın. Çünki mən hüquqa daxil olmadığımı biləndə çox pis olmuşdum. Hətta bir gün boyunca yatmamışdım. Bəziləri də sevinmişdilər ki, istədiyin yerə qəbul olmadın, çox bal gözləyirdik səndən falan tipli. Heç bir stresə, heç bir qayğıya ehtiyac olmadan sizə bir söz deyim ki, sonunda həyatınızı yaşayan siz olacaqsınız. Bir müddət bu deyilən sözlər də qırağa qalacaq. Onun üçün ən başda demək istədiyim odur ki, bir də görərsiniz ki, istədiyiniz ixtisasda və yaxud da universitetdə deyilsiniz, amma görərsiniz ki, ən gözəl həyatınızı məhz başqa bir ixtisasda, başqa bir universitetdə yaşayırsınız. Bir müddət o deyilən sözlər də gəlib keçir, amma siz özünüzdə qalırsınız. Yəni, heç kimə qulaq asmaq lazım deyil. Həyatınızı yaşayan özünüz olacaqsınız.
Bundan əlavə demək istədiyim əslində çox bir şey yoxdur. İlk video olduğuna görə çox da uzun eləmək istəmirəm, yormaq da istəmirəm sizi. Başqa nə suallarınız olarsa, hansı videonu çəkməyimi istəsəz, deyərsiniz mənə. Əslində ağlımda çox video fikirləri var. Onları da məhz bir-bir çəkəcəm. Bundan əlavə demək istəyirəm ki, mən hal-hazırda ADA Universitetinə 5-ci ildən 2-ci ildəyəm. Nəyə görə 5-ci il? Çünki bir il foundation oxumuşam. Ona görə bir il əslində EAP sayılır, əsas təhsildə sayılmır. Yəni ADA-da deyəndə 4-cü kursdan 1-ci kursam deyirəm, amma belə qıraqda 5 illikdən 2-ci ildəyəm deyirəm. Və əslində siz 5 il oxumaq istəməsəz, bunun da başqa qəbul şərtləri var. Bunları da digər videolarımda çəkəcəm. Hələlik hər birinizə uğurlar arzu edirəm. Bu video bu qədər. Gələn videolarda görüşənədək.